Yeni tikilən çoxmərtəbəli yaşayış binalarında keyfiyyət problemlərinin qısa müddətdə üzə çıxması son illərin ən çox müzakirə olunan mövzusudur. Mənzillərdə qısa müddətdən sonra yaranan divar çatları, zirzəmilərə su sızması və izolyasiya qüsurları sakinlərin həyatını kabusa çevirib. Mütəxəssislər xəbərdarlıq edir ki, mənzil bazarında artan tələbi fürsət bilən bəzi tikinti şirkətləri qazanc naminə binaları tələsik və standartlardan kənar inşa edirlər. Məsələ ilə bağlı bir xəbər mediaya danışan iqtisadçı ekspert Vüqar Oruç bildirib ki, problemin kökü tikintidə normativlərə uyğun materialların seçilməməsindən başlayır. Ucuz və keyfiyyətsiz sement, beton və armaturlardan istifadə tikililərin davamlılığına birbaşa zərbə vurur. Digər tərəfdən paytaxtda aparılan kütləvi söküntü işləri mənzilə olan tələbatı artırıb. Bu gəlirli bazara tələsən bəzi şirkətlər vacib texnoloji prosedurları, məsələn beton vurulduqdan sonra onun tam bərkiməsi üçün tələb olunan vaxtı belə gözləmirlər. Bu isə gələcəkdə binanın çökmə və ya qəza riskini kəskin artırır. Ekspertin sözlərinə görə fəsadlar bəzən tikinti başlamazdan əvvəl qoyulan səhv addımların nəticəsidir. Belə ki, ərazidə aparılması məcburi olan geoloji və hidroloji araşdırmalar çox vaxt formal xarakter daşıyır. Bina tikildikdən sonra zirzəmlərin su ilə dolması məhz bu araşdırmaların aparılmadığını sübut edir. Bu dözülməz vəziyyətin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları və aidiyyatı dövlət qurumları nəzarət mexanizmini kəskin gücləndirməlidir. Layihələndirmədən tutmuş binanın təhvil təslim mərhələsinə qədər hər bir proses ciddi və şəffaf şəkildə monitorinq edilməlidir deyə Vüqar Oruç açıqlamasında deyib.